Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü dərsimiz Avropanın və Asiyanın iqlimi, yəni Avrasiya matrikinin iqlimi ilə bağlı olacaq. İlk öncə biz Avropa qitəsindən başlasaq, ümumiyyətlə Avropanın iqliminə təsir göstərən əsas amillər onun coğrafi mövqeyi, bu ərazidə səciyyəvi olan hakim küləklər, sahillərinin girintili-çıxıntılı olması, həmçinin okean cərəyanlarının təsiri, deməli, Avropanın iqlimi formalaşdıran ən əsas amillərdir. Və Avropanın iqlimin formalaşmasında Atlantik okeanında çox böyük rolu var. Təbii ki, biz bilirik ki, bu ərazi əsas Atlantik və Şimal Buzlu okeanının sərhədlərində, yəni daha doğrusu arasında yerləşir. Bu iki okeanla əhatələnir. Və xüsusən Atlantik okeanından gələn hava kütlələri buranın iqliminin mülayimləşməsinə, yağıntıların miqdarının artmasına əsas təsir göstərən amillərdən biridir. Biz Avropanın ilk öncə cənubundan başlasaq, biz bilirik ki, Avropanın ən cənubu subtropik iqlimdən başlayır və burada görə bilər ki, baxın, subtropikin, görürsünüz, 4B, subtropikin Aralıq dəniz iqlim tipindən başlayacağıq. Pireneya yarımadası, Apennin yarımadası, Balkan yarımadası, həmçinin deməli, əlbəttə ki, bu Aralıq dənizində yerləşən adalar Siciliya, Sardiniya, Korsika, Kipr kimi adaların hər biri təbii ki, hansı iqlimdə yerləşəcək? Subtropikin Aralıq dənizi iqlim tipində yerləşəcəkdir. Subtropikin Aralıq dənizi iqlimin qrafikinə biz baxsaq, təbii ki, biz bilirdik ki, subtropikin Aralıq dənizində yağıntılar qış aylarında düşür, görürsünüzmü? Yağıntıların əsas miqdarı qış aylarındadır, gördüyümüz kimi. Yay aylarında isə yağıntıların miqdarı azdır. Havanın temperaturuna isə baxsaq, yay aylarında 30 dərəcəyə qədər qalxa bilir orta temperatur, qış aylarında isə 8-9 dərəcəyə qədər enir orta temperatur. Yəni, qış ayları isti, yay ayları isə mülayim olur. Buna səbəb qışda mülayim, yayda isə tropik hava kütlələrinin təsir göstərməsidir. Və bir daha deyirəm, yay ayları quru, qış ayları isə yağıntılı keçir. Əlbəttə ki, bu ərazilər əkinçilik üçün çox əlverişli ərazidir. Xüsusən Aralıq dənizi sahilləri, İspaniya, İtaliya, Yunanistan kimi ölkələrdə, həmçinin Atlantik okeanı sahillərində yerləşən Portuqaliyada əkinçilik üçün çox böyük şərait var. Ümumiyyətlə, Cənubi Avropa əkinçilik üçün çox əlverişli ərazidir və bu ərazilər yay aylarında suvarma tələb edir, çünki yay aylarında yağıntının miqdarı azdır. Bu ərazidə, bu iqlimə düşən ölkələrə biz təbii ki, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanistan və s. kimi əsas ölkələri aid edə bilərik ki, Avropanın bu ölkələri əsasən subtropikin Aralıq dənizi iqlim tipində yerləşir. Daha sonra biz biraz şimala irəliləsək, təbii ki, burada biz mülayim iqlimin səciyyəvi olduğunu görərik. Bu ərazilərdə həmçinin qərb küləklərinin də təsiri özünü göstərir. Ona görə qərb küləklərinin təsiri nəticəsində materikin qərb hissələrinə yağıntıların miqdarı təbii ki, çoxalır. Və bu ərazidə mülayimin, gördüyünüz kimi, baxın, 5B, 5C daha doğrusu, mülayimin dənizi. Gördüyümüz kimi, materikin qərb hissəsində mülayimin dəniz iqlim tipi yayılmışdır. Mülayimin dəniz iqlim tipi əsasən İrlandiya adası, Böyük Britaniya adası, Jutlandiya yarımadası, Skandinaviyanın cənub hissələrində biz təbii ki, mülayimin dəniz iqlim tipini görə bilərik. Və mülayimin dəniz iqlim tipinin təbii ki, qrafikdə baxın, yağıntılar il boyu bərabər paylanmışdır, fikir versək. Yağıntılar il boyu demək olar ki, bərabər paylanmışdır. 1000 mm-yə yaxın il ərzində yağıntı düşür və havanın temperaturuna isə diqqət yetirsək, il boyu mülayimdir. Yəni, yay aylarında hardasa 15 dərəcəyə qədər, qış aylarında isə 5 dərəcəyə qədər, yəni bu aralıqdadır və illik temperatur amplitudu kiçikdir. Və havanın yağıntılar ümumiyyətlə mülayimin dənizində, yadda saxlayaq ki, il boyu demək olar ki, bərabər paylanacaqdır. Mülayimin dəniz iqlimində yerləşən biz ölkələrə İrlandiya, Böyük Britaniya, Almaniyanın bir hissəsi, Fransanın bir hissəsi, Niderland, Belçika, Danimarka və s. kimi ölkələrin müəyyən bir hissəsi mülayimin dəniz iqlim tipində yerləşir. Təbii ki, biz bilirik ki, materikin daxilinə doğru getdikcə yağıntıların miqdarı azalır və ona görə də yağıntıların miqdarı azaldığı üçün burada ərazidə iqlim kontinentallaşır və artıq mülayimin kontinental iqlim tipi özünü göstərir. Demək, mülayimin kontinental iqlim tipində
artıq yağıntıların miqdarı nisbətən az olacaqdır. Baxın, diaqrama diqqətlə baxaq. Fikir verin mülayimin kontinentalına. Mülayimin kontinentalında demək görürsünüz yağıntıların miqdarı artıq azaldı. 604 millimetr yağıntı düşdü orta miqdarı və yağıntıların miqdarı əsasən bu da yay aylarında düşür, amma ümumilikdə baxanda yağıntıların miqdarı mülayim dənizə nisbətən daha azdır və artıq havanın temperaturu mənfiyə düşəcək. Görürsünüz, mənfi 10 dərəcəyə qədər enir. Orta temperatur qış aylarında, yay aylarında isə 20 dərəcəyə qədər qalxır və artıq illik temperatur amplitudu nisbətən böyümüş olur. Və bir daha qeyd edək ki, bu iqlim tipində hava daha kontinentaldır və bu iqlim tipində yerləşən ölkələrə biz Polşa, Çexiya, Ukrayna, Belarus və s. və bir çox ölkələrin bu iqlim tipində yerləşdiyini müəyyən eləyə bilərik. Daha sonra Avropada yayılmış digər bir iqlim təbii ki, subarktik iqlimidir. Baxın, fikir verək, subarktik iqlimi 6A rəqəmi ilə ifadə olunmuşdur. Biz fikir versək, mülayimin təbii ki, daha doğrusu üzrəm arktik iqlim tipi görürsünüz Skandinaviya yarımadasının şimalında, həmçinin Şimal Buzlu Okeanında yerləşən bəzi adaların cənub hissələrində və İslandiya adasında əsasən subarktik iqlim yayılmışdır. Bilirik ki, subarktik iqlimə yay aylarında mülayim hava kütlələri təsir göstərdiyi üçün yay ayları əsasən yağıntılı və mülayim olacaq. Qış aylarında isə təbii ki, arktik hava kütlələrinin təsirinə məruz qaldığı üçün qış ayları şaxtalı və yağıntısı az olacaqdır. Və biz subarktik iqlimin diaqramına təbii ki, diqqət yetirsək, buradan görə bilərik ki, baxın, yağıntıların miqdarı yenə azalır və əsasən yağıntılar yay aylarında düşür. Buna səbəb nədir? Çünki yay aylarında yağıntıların, bura mülayim hava kütlələri təsir göstərdiyi üçün yağıntıların miqdarı çoxdur, düzdürmü? Və qış aylarında isə təbii ki, havanın temperaturu daha da kəskin aşağı düşür. Çünki buna səbəb arktik hava kütlələrinin təsiridir və yağıntıların da miqdarı təbii ki, azalacaqdır. Gördüyünüz kimi aid olduğu ərazilər İrlandiya, İslandiya adası, Skandinaviya və Kola yarımadaların şimalı. Baxın, diqqət yetirək. Baxın, burada da demək İslandiya adası, Skandinaviyanın şimalı və Kola yarımadasının biz təbii ki, şimal ərazilərinin subarktik iqlim qurşağında yerləşdiyini müəyyən eləyə bilərik. Avropanın ən şimalında, xüsusən Şimal Buzlu Okeanında yerləşən adalarda, Spitsbergen, Frans Yosef adaları kimi torpaqlarda, ərazilərdə, adalarda təbii ki, arktik iqlim yayılmışdır. Arktik iqlim bilirsiniz ki, burada il boyu havanın temperaturu soyuqdur, enən hava axınlarıdır, buxarlanma qabiliyyəti zəifdir, həmçinin buxarlanma da az getdiyi üçün bu ərazilərdə yağıntı az düşür və bu ərazilərdə yağıntının miqdarı az olsa da, buxarlanma qabiliyyəti daha da azdır və nəticədə ona görə bu ərazilərdə rütubətlənmə əmsalı əsasən vahiddən böyük olur. Ümumiyyətlə subarktikdir, arktik iqlimdir və yaxud da mülayimin iqlimin əsas hissələrində rütubətlənmə əmsalı vahiddən böyükdür. Çünki bu ərazilərdə deməli hava şəraiti belə deyək, nisbətən soyuq olduğu üçün əsasən subarktikdə və arktikdə rütubətlənmə, yəni buxarlanma qabiliyyəti zəif olduğu üçün burada yağıntılar az düşsə də rütubətlənmə əmsalı böyükdür. Və Avropanın şimalında demək olar ki, kənd təsərrüfatı üçün yararsızdır. Amma təbii ki, Avropanın mülayim dənizində, mülayim kontinental iqlimində yerləşən ərazilərdə kənd təsərrüfatı üçün böyük imkanlar var. Bu ərazilərdə heyvandarlıq daha yüksək səviyyədə inkişaf etmişdir. Avropanın cənubunda isə, subarktik iqlim qurşağında isə bitkiçilik, əkinçilik daha yaxşı inkişaf etmişdir. Biz Asiyanın iqliminə baxsaq, biz bilirik ki, Asiyanın iqliminin formalaşmasında ilk öncə həm daimi küləklərin, həm də ki, xüsusən musson, yəni mövsümi küləklərin buranın iqlimin formalaşmasında çox böyük rolu var. Həmçinin relyef, tutaq ki, Himalay dağları kimi hündür dağların bu ərazinin iqlimin formalaşmasında çox önəmli rolu var. Və digər bir amil isə təbii ki, ərazinin böyüklüyü, sahil xəttlərinin parçalanması xüsusiyyətlərinə görə təbii ki, Asiyanın iqliminin formalaşmasına ən əsas təsir göstərən amillərdir. Biz bilirik ki, Asiyanın ilk öncə cənubundan danışsaq, Asiyanın cənub hissələri, cənub-şərq hissələri əsasən ekvatoral iqlim qurşağında yerləşir. Baxın, diqqət yetirsək görə bilərik ki, yəni bu ərazilər hardasa biz hansı ərazilər nümunə göstərə bilərik? Təbii ki, Sumatra adasının, Kalimantan adasının, Yava adasının şimalını, həmçinin Sulu, Sulawesi adalarını, Filippin adasının cənubunu, Şri Lanka adasının cənubunu, Singapur ərazisinin
biz təbii ki ekvatorial iqlim qurşağına aid eləyə bilərik. Və ekvatorial iqlim qurşağında biz bilirik ki, havanın temperaturu il boyu isti və yağıntılı olurdu. Baxın, qrafikada diqqət yetirsək, görə bilərik ki, yağıntıların miqdarı il boyu bərabərdir və çoxdur. Çünki burada il boyu ekvatorial hava kütlələrinin təsiri altındadır. Və bu ərazilərdə yağıntının illik miqdarı 2000-3000 mm arasındadır. Əsasən havanın temperaturu isə təbii ki 25-28 dərəcə əsasən arasında dəyişir və il ərzində havanın temperaturu demək olar ki çox az dəyişir. Bu ərazilər buludlu ərazilərdir və buludlu ərazilər olduğu üçün də təbii ki səpələnən radiasiya üstünlük təşkil edir. Bu ərazilərdə su varmaya ehtiyac yoxdur, çünki kifayət qədər yağıntı düşür. Bəzi ərazilərində bataqlıqların da yaranmasına səbəb olur. Rütubətlənmə əmsalı vahiddən böyükdür və meşələrin yaranması üçün, sıx meşələrin yaranması üçün çox böyük imkanlar mövcuddur. Bu ərazidə yerləşən ölkələrə təbii ki biz əsasən İndoneziya, Malayziyanın bir hissəsi, Singapur, Şri-Lankanın bir hissəsini və s. aid eləyə bilərik ki, bunlar əsasən deməli ekvatorial iqlim qurşağına düşəcəkdir. Və bir daha qeyd edirəm ki, ekvatorial iqlim qurşağında yağıntıların miqdarı il boyu çoxdur və havanın temperaturu il boyu istidir. Daha sonra biz subekvatorial iqlimdən danışsaq, bax gördüyünüz kimi burada 2 rəqəmi ilə ifadə olunub. Gördüyünüz kimi subekvatorial iqlim. Bax bu ərazilərə diqqət yetirək. Deməli Hindistan yarımadası, həmçinin Hindsin yarımadası, Malakka yarımadasının şimalı, Şri-Lanka adasının şimalı, Filippinin şimalı, Tayvan adaları. Baxın, bu ərazilər təbii ki subekvatorial iqlim qurşağına düşəcəkdir. Və subekvatorial iqlim qurşağında biz bilirik ki, yayda ekvatorial hava kütlələri təsir göstərir. Yayda ekvatorial hava kütlələri təsir göstərdiyi üçün yay ayları əsasən yağıntılı olur. Fikir verin, yay aylarında yağıntının miqdarı çoxdur və qış aylarında isə tropik hava kütlələri təsir göstərdiyi üçün qış aylarında yağıntının miqdarı azdır və havanın temperaturu demək olar ki, il ərzində bərabərdir, yəni çox da dəyişmir. Yəni həm yayı, həm də qışı istidir. Lakin fərq odur ki, yayda ekvatorial hava kütlələri təsir göstərdiyi üçün yay aylarında yağıntının miqdarı daha çox, qış aylarında isə tropik hava kütlələri təsir göstərdiyi üçün qış aylarının yağıntıları azdır. Bu ərazilərdə kənd təsərrüfatı üçün çox əlverişlidir. Lakin qış aylarında mütləq su varmaya ehtiyac vardır. Çünki qış aylarında bu ərazilərə yağıntının miqdarı çox az səviyyədə düşür. Və yenə deyirəm, əkinçilik üçün çox önəmli ərazi hesab olunur və əkinçilikdə çox geniş istifadə olunan ərazidir. Savanna və seyrək meşələr yayılmışdır. Ekvatorial ərazilərdə isə rütubətli ekvatorial meşələr yayılmışdır. Rütubətli ekvatorial meşələrdə qırmızı, sarı ferralit, savanna və seyrək meşələrdə isə qırmızı qonur torpaqlar yayılmışdır və bir daha deyirəm ki, bu ərazilər əkinçilik üçün çox belə deyək, əhəmiyyətli ərazi hesab olunur. Biz daha sonra tropik və bu ərazilərdə yerləşən ölkələrdə, məsələn biz Hindistanı nümunə göstərə bilərik, həmçinin Şri-Lankanı nümunə göstərə bilərik, həmçinin Tayland, Kamboca, Laos, Vyetnam kimi və s. kimi, Filippin və s. kimi ölkələr təbii ki subekvatorial iqlim qurşağında yerləşəcəkdir. Daha sonra biz fikir versək, baxın 3 rəqəmi ilə tropik iqlim qurşağı göstərilib. Asiya ərazisində tropikin kontinental iqlim tipi yayılmışdır. Baxın, fikir versək, bu ərazidə Ərəbistan ərazisi, Ərəbistan yarımadası, ta ki Hindistanda deməli Tar səhrasına qədər olan ərazilər tropik iqlim qurşağının təsiri altındadır. Lakin əlbəttə ki, bu ərazidə tropik iqlim tam zolaq əmələ gətirə bilmir. Bunun səbəbi isə Hind okeanından gələn deməli rütubətli hava kütlələri baxın Asiyanın cənubunda, cənub-şərqində rütubətin artmasına səbəb olur və burada tropik iqlim, yadınızda saxlayın ki, yalnız Tar səhrasına qədər davam edir və yenə deyirəm, tam zolaq əmələ gətirmir. Ona görə Asiyada fikir versək, 2 dənə keçid iqlim qurşağı olan subekvatorial və subtropik bir-birinə qonşudur. Buna səbəb nədir? Tropik iqlim qurşağının tam zolaq əmələ gətirə bilməməsi. Təbii ki, tropik iqlimin biz diaqramına diqqət yetirsək, tropik iqlimin diaqramında görə bilərik ki, yağıntıların miqdarı həddən artıq azdır. Həm yay, həm qış aylarında ümumiyyətlə temperaturun miqdarı həddən artıq azdır. Və havanın temperaturu isə çox yüksəkdir. Yay aylarında 30 dərəcənin üzərindədir orta temperatur, qış aylarında da yenə o qədər də dəyişmir. Ona görə bu ərazilərdə sutkalıq temperatur amplitudu böyük olsa da, lakin illik temperatur amplitudu böyük deyil. Səbəb nədir buna? Çünki
Bu ərazilərin yayı da, qışı da havanın temperaturu isti olacaqdır. Bunlara diqqət yetirək. Demək, tropik iqlim qurşağında yerləşən ərazilərdə rütubətlənmə əmsalı 0,2-0,3 bu aralıqdadır. Rütubət çatışmazlığı özünü kəskin formada göstərir. Bu ərazilər çox quru ərazilərdir və yəni, suvarma olmadan burada hər hansı bir əkinçilik işləri aparmaq olmaz və torpaqların da məhsuldarlığı təbii ki aşağıdır. Bu ərazidə yerləşən ölkələrə biz Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi, daha sonra Yəmən, Oman, Küveyt və s. Yəni bununla yanaşı həmçinin Mesopotamiya ərazisinin bir hissəsini əhatə edir, İraq ərazisini, İranın müəyyən bir hissəsini əhatə etdiyinə görə biz İranın da müəyyən bir hissəsinin tropik iqlimdə yerləşdiyini deyə bilərik. Daha sonra biz subtropik iqlimə keçid eləsək, deməli subtropik iqlimin 3 iqlim tipi Asiya ərazisində özünü göstərir. Baxın, gördüyünüz kimi 4 A ilə kontinental, 4 B ilə Aralıq dənizi, 4 C ilə isə musson iqlim tipinin demək verildiyini biz görə bilərik. Təbii ki, biz bu ərazidə, yəni Türkiyə ərazisində, Kiçik Asiya yarımadasında, həmçinin Azərbaycan ərazisində, həmçinin Gürcüstan, Ermənistan kimi ölkələrin ərazisində subtropikin Aralıq dənizinin iqlim tipinin yayıldığını deyə bilərik. Biz bayaq da qeyd etdik ki, subtropikin Aralıq dəniz iqlim tipində yağıntılar qışda düşür, yay ayları isə quru olur. Havanın temperaturu yayda tropik hava kütlələrinin təsiri ilə isti olur, qış aylarında isə mülayim olurdu. Bəs Asiyada hansı ərazilərdə yayılıb? Qeyd etdiyim kimi bu ərazilərin adını çəkdik. Ölkələrə isə biz təbii ki Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkələrin subtropikin Aralıq dəniz iqlim tipində yerləşdiyini təbii ki deyə bilərik. Və bu ərazilər yenə də əkinçilik üçün çox yararlı ərazilərdir. Yay aylarında suvarma şəraitində əkinçiliyin inkişafı üçün çox böyük şərait var. Yəni aqroiqlim ehtiyatları ilə zəngin olan ərazilərdir. Lakin biz materikin şərqinə doğru, yəni mərkəzinə doğru irəliləsək, təbii ki bu ərazilərdə 4 A, yəni ki subtropikin kontinental iqlim tipinin yayıldığını görə bilərik ki, təbii ki bu ərazilərdə yağıntıların miqdarı artıq azalır, nisbətən quraqlıq daha artır, yay və qış temperaturları arasındakı fərq böyüyür. Ona görə də bu ərazilərdə artıq kontinentallıq daha çoxdur. Yəni bu ərazilərdə Əfqanistan, Türkmənistan, Özbəkistan və s. kimi ölkələr, təbii ki Çinin bir hissəsi bu iqlim qurşağında yerləşir. İqlim tipində daha doğrusu. Demək biz mülayimin kontinental tipində bayaqları sizə göstərdi. Subtropikin daha doğrusu kontinental tipin bayaq biz bir yerdə baxdıq ona. Demək baxın subtropikin kontinental tipində yağıntıların miqdarı azalırdı. Havanın qış və yaylar arasında olan temperatur fərqi böyüyürdü. Yəni belə də illik temperatur amplitudu nisbətən daha böyük idi. Daha sonra biz materikin biraz da şərqinə doğru irəliləsək, burada 4C, yəni ki subtropikin musson iqlim tipinin yayıldığını görə bilərik. Buna səbəb Sakit Okeanından gələn musson hava kütlələri bu ərazidə subtropikin musson iqliminin formalaşmasına səbəb olur. Və təbii ki subtropikin musson iqlim tipində musson hava kütlələrinin təsiri ilə burada yağıntılar yayda düşür. Çünki biz bilirik ki musson küləkləri yayda dənizdən quruya əsdiyi üçün, yəni okeandan materikə doğru əsdiyi üçün fikir verin, burada yağıntıların miqdarı yay aylarında düşür. Yağıntıların miqdarı yay aylarında çoxdur. Yadda saxlayaq ki musson iqlim tiplərində yağıntılar yayda düşür. Qış ayları isə quraq olur. Təbii ki, yəni yağıntıların miqdarı nisbətən az olur və havanın temperaturu isə yay aylarında təqribən 25 dərəcəyə qalxır, qış aylarında isə mənfiyə düşmür. Fikir verin ki, subtropikin mussonunda yağıntılar mənfiyə düşməyəcəkdir. Yay aylarında yağıntıların miqdarı, üzr istəyirəm, havanın temperaturu mənfiyə düşməyəcəkdir. Yay aylarında havanın temperaturu 25 və onun üzərindədir. Orta temperaturdan söhbət gedir və yağıntıların miqdarı yay aylarında çox, qış aylarında isə azdır. Subtropikin mussonunda yerləşən ərazilərə biz böyük Çin düzənliyini, həmçinin biz burada Yapon adalarının cənubunu, Koreya yarımadasının cənub hissələrini və s. aid eləyə bilərik ki, bunlar subtropikin mussonunda yerləşir. Ölkə olaraq Cənubi Koreya, Çin, Yaponiyanın bir hissəsi və s. təbii ki, subtropikin musson iqlim tipində yerləşəcəkdir. Daha sonra mülayim iqlimə keçsək, Asiyada ən geniş sahə tutan deməli iqlim tipi mülayimdə təbii ki mülayimin kəskin kontinental iqlim tipidir. Artıq Atlantik okeanından çox uzaqlaşma
bu ərazilərdə ərazinin çox kəskin şəkildə kontinentallaşmasına səbəb olur. Yəni yağıntıların miqdarı əsasən çox aşağı düşür və qış ilə yayın temperaturu arasındakı fərq çox böyüyür. Baxın, qrafikə diqqət yetirsək, kəskin kontinentalda yağıntının miqdarı artıq 340-350 mm arasında olduğunu görə bilərik. Yay aylarında temperatur 20 dərəcə müsbət, qış aylarında isə mənfi 20 dərəcə qədər demək olar ki, orta temperatur aşağı düşüb. Gördüyünüz kimi təqribən 40-50 dərəcə temperatur amplitudu yaranır. Yəni illik temperatur amplitudu həddən artıq böyükdür. Ona görə yadda saxlayaq ki, biz mülayimin kontinental iqlim tipi yadda saxlayaq ki, deməli, ən böyük temperatur amplituduna malik olan ərazilərdir. Xüsusən Orta Sibir ərazisi, Qərbi Sibir ərazisi, bax bu ərazilərdə illik temperatur amplitudu çox böyükdür. Və bu ərazilər qış aylarında həddən artıq soyuq, yay aylarında isə təbii ki, nisbətən daha isti havanın burada olduğunu görə bilərik və yağıntıların miqdarı azdır. Yəni, ümumiyyətlə, kontinental tiplərdə yağıntılar az da düşsə, əsasən yay aylarında düşür, buxarlanma qabiliyyətindən asılı olaraq və biz materikin şərq hissəsində mülayimin dəniz iqlim tipinin yayıldığını təbii ki, görə bilərik. Mülayimin musson iqlim tipinin yayıldığını görə bilərik. Mülayimin musson iqlim tipinin təbii ki, qrafikinə baxsaq, bu da subtropikdəki kimi eynən yağıntılar yay aylarında düşür. Görürsünüz, 1000 millimetrə qədər yağıntı düşür yay aylarında. Qış aylarında isə yağıntıların miqdarı nisbətən azalır. Lakin fərq nədədir? Fərq ondadır ki, subtropikin mussonunda qış aylarında orta temperatur mənfi deyil, amma mülayimin mussonunda orta temperatur mənfi, görürsünüz, 10 dərəcəyə qədər enə bilir. Ona görə mülayimin mussonunda qış ayları nisbətən orta temperaturu daha aşağıdır. Bunu bu cür yadda saxlayaq. Mülayimin mussonunda yerləşən təbii ki, ərazilərə biz hansı əraziləri göstərə bilərik? Yapon adalarının şimalını, həmçinin Saxalin adalarını və Asiyanın demək, şərq hissələrin biz təbii ki, mülayimin musson iqlim tipində göstərə bilərik ki, bu ərazilərə ümumiyyətlə mülayimin kontinentalında, yəni kəskin kontinentalında Rusiya yerləşirdi. Musson iqlimində də Rusiyanın bir hissəsi musson iqliminə düşür. Həmçinin Yaponiya, Saxalin adaları, baxın bu ərazilərdə təbii ki, Koreyanın şimalı, yəni Şimali Koreya, bu ərazilər mülayimin təbii ki, mussonunda yerləşəcəkdir. Lakin bir şey də burada diqqət yetirək ki, Kalimantan adasıdır, Kuril adaları da bu ərazilərə musson küləklərinin təsiri gedib çata bilmədiyi üçün, yəni bu ərazilərə musson küləkləri təsir göstərə bilmədiyi üçün Kamçatka ərazisidir, Kamçatka yarımadasıdır, həmçinin Kuril adalarıdır. Baxın, bu ərazilərdə deməli mülayim dəniz iqlim formalaşacaqdır. Mülayim dəniz iqlim tipi də, yəni Asiyada mövcuddur. Materikin şimalına doğru biz hərəkət etsək, deməli biz görə bilərik ki, Orta Sibir, Qərbi Sibirin şimalı, həmçinin Taymır yarımadasının cənubu, Çukot yarımadasının cənubu, bu ərazilər təbii ki, hansı iqlimə düşəcək? Verxoyansk falan ərazisi, bunlar təbii ki, subarktik iqlimə düşəcəkdir. Subarktik iqlimə biz bayaq da qrafik göstərdik, ehtiyac duymuram bir daha göstərməyə. Bu ərazilərdə yayda mülayim hava kütlələri təsir göstərdiyi üçün yay ayları əsasən mülayim və yağıntısı nisbətən çox olur. Qış aylarında isə arktik hava kütlələri təsir göstərdiyi üçün qış ayları çox şaxtalı və yağıntıların miqdarı az olur və yağıntılar əsasən qar formasına düşür. Əkinçilik üçün əsasən şərait zəifdir. Yəni, aqroiqlim ehtiyatları bu ərazilərin zəif olacaqdır. Ən şimal hissələri isə təbii ki, Taymır yarımadasının şimalı, Çukot yarımadasının şimalı, həmçinin Şimal Buzlu Okeanında yerləşən Asiyanın adalarında təbii ki, arktik iqlim yayılmışdır. Arktik iqlimdə isə təbii ki, havanın şəraiti çox kəskin şəkildə şaxtalıdır və yağıntıların miqdarı çox azdır. Buludluq olmadığı üçün düz radiasiyadır. Yüksək təzyiq enən hava axınları burada özünü göstərəcəkdir. Asiyada ən aşağı temperatur Oyumyakon vilayətidir, mənfi 72 dərəcə Selsidir. Yağıntıların paylanmasına Himalay dağları çox böyük təsir göstərir. Himalay dağları Hind okeanından gələn hava kütlələrinin qarşısını alır və ona görə də ən çox yağıntı Asiyada Himalay dağının ətrafında Çerapunçi məntəqəsinə düşür. Ona görə Himalay dağları, belə deyib, hava kütlələrinin qarşısını aldığı üçün Mərkəzi Asiya ərazilərində yağıntıların miqdarı kəskin şəkildə azalır. Amma ən çox yağıntı deməli, təbii ki, Çerapunçi məntəqəsinə Hindistanda düşəcəkdir.